Aha, deyin görün mənə kurikulumun tərifini. Kurikulum nəyə deyilirdi? Mən deyim, Bəli. kurikulum konseptual sənətdir. Aha, tərifi necə idi? Kim bilir müəllimə? Təhsilin məzmununu, təşkilini, qiymətləndirməsini özündə əks etdirən konseptual sənətdir. Aha. Dedik konseptual sənətdir. Konseptual nə deməkdir? Yəni yenilənən. Yenilənən, dəyişən. Yəni ki, kurikulum sabit sənət deyil. Davamlı yenilənir, dəyişir. 5 ildən bir yenilənir. Bəli, bəzən olur ki, heç 5 ildən bir yox, 1 ildən bir də, 2 ildən bir də görürsünüz ki, nəsə dəyişiklik oldu. Məsələn, bu illərin nə dəyişikliyi oldu? İnteqrasiyada, sonra yəni ki, təfəkkür mövzumuzda nə oldu? Dəyişiklik oldu da. Yəni demək olar ki, yəni bu dəyişir. Sabit sənət deyil kurikulum. Davamlı neyinir? Yenilənir, dəyişir. Yəni bəzən hansısa mövzularda məsələn azalma olur, əksiklik olur, nəsə çıxarılır, belə deyək. Bəzi mövzularımızda isə nəsə artırılır, əlavə olunur. Və yaxud da ki, mövzu artırılır ümumiyyətlə. Yəni belə olaraq dəyişir. Yaxşı, bəs deyin görün mənə kim deyər? Məzmun nədir? Təşkil nədir? Qiymətləndirmə nədir? Məzmun öyrəniləcək hissə olur da. Aha. Təşkil və strategiyadır. Aha. Təşkil də, yəni biz həmin o mövzumuzu belə deyək də, məzmun bizim mövzumuzdur. Yəni şagirdlərə nə öyrədəcəyik? Bəli. Təşkil, bəli, yəni ki biz həmin mövzunu şagirdlərə necə təşkil edəcəyik? Hansı iş üsulu, hansı iş formasından istifadə edəcəyik? Bunlar aiddir. Məzmun ayrı idi, məzmun xətti ayrı idi da, hə? Məzmun xətti başqa bir şeydir, məzmun başqa bir şeydir. Hələ ki biz soruşuruq ki, deyir ki, kurikulumun tərifində nə deyirdi bizə? Deyirdi ki, kurikulum təhsilin məzmununu, təşkili, bəli, qiymətləndirilməsini özündə əks etdirən konseptual sənətdir. Yəni biz buradan tərifi əsasən yəni soruşuram ki, sizə məzmun nədir, təşkil nədir, qiymətləndirmə nədir? Yəni həmin o tərifin içərisində olan sözləri soruşuram mən sizdən. Tamam. Bəli, o zaman deyirik ki, məzmun biz şagirdlərə, yəni bu gün nə keçəcəyik, belə deyək də bizim sadə ediləcək mövzumuzdur, yəni təşkil bizim. Nə öyrədəcəyik şagirdlərə odur. Təşkil isə həmin o məzmunun necə təşkil edəcəyik, hansı iş üsulu, hansı iş formasından istifadə edirik, bu daxildir. Qiymətləndirmə də adından göründüyü kimi biz sonda şagirdləri necə qiymətləndirəcəyik, bu daxildir. Yaxşı, bəs deyin görün mənə kurikulumun neçə prinsipi var idi? Kurikulumun prinsipi. Aha, yazanlar var. 6 prinsipi var. Hansılar idi? Şəxsiyyət yönümlülük, şagird yönümlülük, tələb yönümlülük, qiymətləndirmə, nəticə yönümlülük. Nəticə yönümlülük, bəli. Yaxşı. Bəs deyə bilərsinizmi mənə? Mən deyirəm ki, məsələn, sizə bir situasiya sual verəcəm prinsiplərdən. Məsələn, Aytənin yaxşı rəsm çəkmək bacarığı var və müəllim də bunu görür, Aytəni dəstəkləyir, müxtəlif Qiymətləndirmə. yox, müxtəlif layihələrə cəlb edir. Məsələn, məktəbdə hansı tədbir olanda orada rəsm işini Aytənə təqdim edir. Nə olur burada? Aytənin rəsm çəkmək bacarığı var. Aytəndə o bacarıq var və müəllim də bunu görür, onu dəstəkləyir. Müxtəlif fəaliyyətlərə yönəldir. Məsələn, məktəbdə tədbir olanda neyinir? Rəsm işini Aytənə təhvil edir ki, yəni verir ki, yəni sən bu rəsmi sən çəkəcəksən. Bu rəsm işlərini sən yerinə yetirəcəksən. Şəxsiyyət yönümlü olur da onda. Şəxsiyyət yönümlülük deyil, xeyr. Sualı bir də deyirəm. Aytənin rəsm çəkmək bacarığı var. Var. Müəllim də onu Tətbiq edir də, müəllim orada. Tətbiq etmək deyil. Necə? Tətbiq edir də. Tətbiq etmir, yox. Tətbiq etmək var, kurikulumun prinsiplərindən soruşuram mən. Şagird yönümlülükdə. Bəli, şagird yönümlülükdə yazmışdı müəllimə, gördüm yazdığınızı ona görə.
digər müəllimlərə cavablasın deyə dedim. Yəni şagirddə əgər bu bacarıq varsa, müəllim də onu Mən dəstəkləyirsə, baxmamışdım ora. istiqamət verirsə, məsələn müxtəlif layihələrə, kurslara sövq edirsə, yəni şagirdin marağını bəli nəzərə alırsa nədir bu? Şagird yönümlülükdür. Bəli, şagird yönümlülükdür. Məsələn desəm ki, Elnurun yaxşı səsi var idi. Yəni ki, musiqi dərsində Elnur qəşəng ifa edirdi. Və müəllim də bunun yaxşı ifa etdiyini görərək onu müxtəlif yarışlara yönəldir. Daha sonra məsələn müxtəlif layihələrdə yenə iştirakını təmin edir Elnurun. O zaman nə olur bu? Yəni şagird yönümlülüyü. Şagird yönümlülüyü olur, bəli. Yəni şagirddə olan potensialın üzə çıxarılması. Axı deyirdi şagird potensialının nəzərə alınması. Yəni şagirddə bu bacarıq var. Müəllim də bunu görür, dəstəkləyirsə şagirdi bu olur, şagird yönümlülük olur. Şagird yönümlülüyü olur, bəli. Yaxşı. Bəs kurikulumun keyfiyyət göstəriciləri vardı. Hansılar idi? Etibarlıq idi, əl çatanlıq. Yox. APET şəklində, bəli, Praktik peyda şəklində. olmaq, effektiv olmaq, davamlı Aktuallıq, olmaq. davamlılıq, praktiklik, onu deyirsiniz. Bəli. 4 dənə keyfiyyət göstəricisi var idi. Aktual olması, praktik olması, effektiv olması və davamlı olması. Davamlılıq. Bəli. Bu kurikulumun keyfiyyət göstəricilərinə aid idi. Yaxşı. Bəs Müntəzəm. necə? Sizinlə deyiləm. Hə. Söndür onu. Bəli, izahda da demişdik ki, peda şəklində, APET şəklində yadda saxlaya bilərdik bunu. Yəni qısa olaraq. Yaxşı, bəs deyin görün mənə APET şəklində, peda şəklində yadda saxlamaq olar baş hərfləri ilə. Peda. Peda, APET, bəli, bu şəkildə yadda saxlaya Tamam. bilərik. Yaxşı. Bəs deyin görün mənə təhsilin formaları. İnformal, Üç forması, formal, qeyri-formal, informal. İnformal. Yaxşı. Formal təhsil necə təhsil idi? Hansı təhsilə deyirdik formal? Dövlət sənəti formal olan. təhsil sonda Dövlət dövlət sənədi sənədi olan. verilirdisə, bu formal idi. İnformal özlərində yəni əldə etdiyi informal özlərində əldə etdiyi nəticə idi, düz deməli. Bəli. Qeyri-formalda isə Kurslarda, dövlət sertifikatlar sənədi verilir. əldə etmək üçün odur. Bir-bir. Deməli, bəli, formal təhsil sonda dövlət təhsil sənədinin verilməsi başa çatan təhsil formasıdır. Məsələn, ümumi təhsil məktəblərdə nə edirik? Məktəbi bitirir şagird nə əldə edir? Attestat, şəhadətnamə əldə edir. Bunu kim verir? Dövlət verir. Və yaxud da ki, universitetlər, kolleclər də daxildir. Çünki dövlət sənədini verir də onlar. Həmin o dövlət sənədi tanınır və işə qəbul olurlar. Elə deyilmi? Bəli, bu müəssisələrdə olan təhsilə biz formal təhsil deyirik. Ancaq qeyri-formal təhsil kurslarda, dərnəklərdə, müxtəlif məşğələlərdə əldə olunan təhsil formasıdır. Ancaq dövlət təhsil sənədi verilmir. Yəni kurslarda sənəd verilir, amma bunu dövlət vermir. Yəni bunu kurs rəhbəri verir. O layihənin təşkilatçısı verir. Yəni bu dövlət tərəfindən verilən sənəd deyil. İnformal təhsil isə bəli, özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir. Məsələn, mən dil öyrənmək istəyirəm, ingilis dili öyrənmək istəyirəm. Nə edirəm? Açıram, YouTube-dan bir video izləyirəm və yaxud da ki, hansısa bir lüğət kitabı almışam, kitabdan, qrammatika kitabı almışam, həmin kitablardan baxıram. Yəni özüm öyrənirəm də, tək başıma, heç bir dəstək görmədən. Kursa, bəli, kursa getmirəm. Belə deyim. Bəli, müstəqil şəkildə öyrənirəm. Məsələn, kurikulumu öyrənmək istəyirik. Nə edirik? Açırıq YouTube-dan bir video izahlara baxırıq. Yəni heç bir kursa getmirik. Kursdan dəstək almadan gedirik. Amma hə, kursa gedəriksə, o zaman nə olur? Olur qeyri-formal təhsil. Kurslarda olarsa. Amma heç bir müəssisəyə getmirəm. Özüm tək başıma alıramsa təhsilimi. Bu olur informal təhsil. Yaxşı, bəs deyin görün mənə təhsil alma formalarından. Hansı təhsil alma formaları var? Amma bir-bir deyəyin də qarışmasın səslər. Əyani, qiyabi, sərbəst, Bəli, əyani, Distant, qiyabi, stasionar. sərbəst, distant, sonra Distant, eksternal. bəli, eksternant, sonra hansı qaldı? Stasionar da aiddir. Stasionar da aiddir, fərdi təhsil, evdə təhsil. Bunlar hamısı təhsil alma formalarıdır. İndi görəyim bunlar harda istifadə olunur, necə təşkil olunur. Bəli. Məsələn deyək, evdə təhsil. Nə zaman tətbiq olunur evdə təhsil?
Evdə təhsil nə zaman tətbiq olunur? Şagird dərsdə iştirak edə bilmədikdə, Yox. Şagird nə səbəbdən dərsdə iştirak etməyə bilər? üzürlü səbəblərdən. Üzürlü yox. Yəni sağlamlığında problem yaşanan da, yəni gedə bilmir sağlamlığına görə. Aha, bəli. Əgər şagirdin sağlamlıq imkanı məhduddursa, yəni əgər təhsil müəssisəsinə gedə bilmirsə sağlamlığına görə, o zaman həmin şagirdə evdə təhsil forması, yəni tətbiq olunur. Evdə təhsildir. Yaxşı. Bəs deyin görün mənə sərbəst təhsil nə zaman tətbiq olunur? Sərbəst təhsil, eksternal təhsil də deyilir ona. Hı-hı. Bunun öz səviyyələri olur da. Elə bir atlama, düz deyirəm, mən atlama. Aha. 4-dən 5-ə, 8-dən 9-a, 10-dan 11-ə. Bəli, düz deyir. Səviyyə atlamada. Bu da deyəsən başlayırdı yadımda qalmışkən fevralın 1-dən. Yadımda qalanlardan deyiləm. Elə də çox şeyim yoxdur. Fevralın 1-dən. Hə. Bəli. Məsələn, şagird 4-cü sinifdə oxuyur. Amma 8-ci sinifin proqramını yaxşı mənimsəyirsə, bilirsə, onun belə deyim də çalışmalarını, proqramını qəşəng şəkildə bilirsə, nə edirdi? İmtahan verirdi və bəli, yəni sərbəstdir də, belə deyim, yəni bu hüquq kimidir. İstəsəm keçərəm 8-ci sinifə, istəsəm yəni keçmərəm, belə deyək. Mən 8-in proqramını bilirəm. İstəyirəm 8-ci sinifi keçirəm, yəni 6-nı, 7-ni, 5-i oxumadan keçirəm. Yəni istəsəm də elə 4-cü sinifi, yəni yenə 5, 6, 7 oxuyaraq keçirəm. Yenə deyirəm, sərbəst yəni o deməkdir. Atlama, bəli. 4-dən məsələn 8-ə belə deyək də, 9-a belə deyək. Məsələn, şagird oxuyur 5-ci sinifdə, 9-un proqramını yaxşı bilir, keçir, imtahan verir. Əgər nəticəsi yaxşı olursa, keçir 9-cu sinifə. Misal üçün, şagird 9-da oxuyur, 11-in proqramını yaxşı bilirsə, imtahan götürürlər şagirddən və neyini? Şagird 10-cu sinifi oxumadan 11-ci sinifdə oxuyur. Yəni sinifdən sinifə atlayır. Bəli, sinifdən sinifə atlayır. Müəllimə, onda bu bir şagirdə şamil oluna bilər, yoxsa bütün sinifə şamil olur? Yox, bir şagirddən söhbət. Bir şagirdə. Bəli, bir şagirddən söhbət gedir. Bütün sinifdən yox. Heç bütün sinifin şagirdləri elə ola bilməz axı. Yəni məsələn sinifdə bütün uşaqlar məsələn 4-də oxuyur, 9-un proqramını bilə bilər? Xeyr. Yəni o təfəkkürə sahib ola bilməz bütün şagirdlər. Məsələn, fərdi təhsil. Nə zaman tətbiq olunur fərdi təhsil? Fərdi təhsildə istedadına görə də elə bir təhsildən yayınlananlara tətbiq olunur. Fərdi təhsil iki halda tətbiq olunur. Hansılar idi? Biri istedadına görədir, müəllimə. Biri də ki, elə bil ki, kiminsə atası köçür xaricə, məcburdur uşağını aparır. Belə başa salaq loru dildə. Bir də var istedadına görə də. Bəli. Dərsdən sonra keçirilən dərs. Aha, indi izah edin müəllimlərə. Deməli, iki halda tətbiq olunur fərdi təhsil. Biri təfəkkür səviyyəsi, yəni IQ səviyyəsi yüksək olan şagirdlərə tətbiq olunur. Məsələn, sinifdə 20 dənə şagird təhsil alır. Bunlardan bir dənəsi belə deyim, idraki, təfəkkürü, IQ səviyyəsi yüksəkdir bu şagirdin. Həmin şagirdlərə fərdi təhsil şamil olunur, yəni tətbiq olunur. Çünki həmin şagirdə olimpiyadalara yönəldirlər. Məsələn, yəni ki, olimpiyadada iştirakını təmin edirlər. Və bu da fərdi təhsildə dərs zamanı tətbiq olunmur. Yəni 45 dəqiqə ərzində əgər tətbiq olunarsa, müəllim bərabər hüquqları pozmuş olar. Yəni bu dərsdən sonra müəllim onunla məşğul olur, həmin şagirdlə. Və qeyd edim ki, savadla IQ səviyyəli olan şagirdi bir-birinə qarışdırmaq olmaz. Yəni sinifdə IQ səviyyəli uşaq bir dənə ola bilər, uzağı 2 dənə ola bilər. Belə deyək də, yəni 1-2 nəfər ola bilər, az sayda olur. Savadlı uşaqlar bəli 10 nəfər, 15 nəfər savadlı uşaq ola bilər. Şagird ola bilər, belə deyək. IQ səviyyəli uşaqlar, bəli, onlar fərdi təhsil tətbiq olunur və onlar müxtəlif olimpiyadalarda, yarışlarda iştirak edirlər. Qeyd edirəm, yenə dərs prosesində deyil, dərsdən yəni kənar məşğul olunur. Dərs prosesində yəni müəllim həmin şagirdlə tək məşğul ola bilməz. Yaxşı. Daha sonra stasionar təhsil.
Stasionar təhsil də 21-25 gün aralığı ərzində keçiriləndir. Elə bil ki, 21-25 gün aralığında uşaq xəstəxanada yatarsa, bu təhsil stasionar təhsil adlanır. Onu da elə bil proqramını baş həkim verir. Təhsil Nazirliyinin ərazi üzrə tibbi pedaqoji komissiyası tərəfindən. Bəli. Onun da elə bir maaşı deyəsən 15% adi proqrama görə, 50% yadımda qalan xüsusi proqrama görə olur. Bəli, doğrudur. İşğal 21 gün xəstəxanada qalarsa, ona stasionar təhsil alma forması tətbiq olunur. Yaxşı. Bəs deyin görün mənə əyani təhsil. Yəni bizim keçdiyimiz gündəlikdə keçdiyimiz dərslər əyani təhsil. Bəli. Keçirilən əyani təhsildir, təhsil alma formasıdır. Yəni kolleclərdə də var, universitetlərdə də, texnikumlarda da var əyani təhsil. Yəni həmin müəssisələrdə, məktəblərdə də tətbiq olunur, əyani təhsildən istifadə olunur. Daha sonra bəs qiyabi təhsil? Qiyabi təhsil də o da zaman aralığında keçirilir, yanvardan başlayır. Qiyabi yanvardan başlanır. İldə 2 dəfədir da müəllimə, ildə 2 dəfə. İldə 2 dəfə olur. İldə 2 dəfə gedilir, bəli, məktəbə. Yəni bu ümumi təhsil məktəblərində Qış və yay semestrlərdir. Bəli. Ümumi təhsil məktəblərində qiyabi təhsil var. Yəni təhsil alma forması var. Əvvəllər var idi, indi yığışdırdılar deyəsən, tək tük qalıb. Yox, əvvəllər Yoxsa məktəblərdə qiyabi təhsil var, şagird qiyabi təhsil alır. Orta məktəbdə yoxdur müəllimə. Orta məktəbdə yox, müəllimə kolleclərdə, ali məktəblərdə. Universitetlərdə var, bəli, qiyabi təhsil var. Amma məktəblərdə, yəni orta məktəblərdə qiyabi təhsil yoxdur. Yox, orta məktəbdə yoxdur, yox. Yoxdur, bəli. Yaxşı. Bəs distant məsafədən təhsil alma forması? O da distantlı 2020-də keçdiyimiz pandemiyaya görə keçirilən dərslərdir. Bəli. Xüsusi fövqəladə hallarda keçirilən dərslər. Bəli, bizdə distant, yəni keçirildiyi pandemiya dövründə məcburən belə deyək, keçirilən dərsdir. Amma başqa ölkələr var ki, oralarda, yəni bizim necə ki biz universitetlərə, kolleclərə qəbul olanda şagirdlərimiz, övladlarımız seçim edirik, yəni yazılır, qarşısından yazılır ki, seçdiyi ixtisasa görə əyani, qiyabi, onlarda da yazılır distant. Yəni həmin onlarda bu yazılır. Yəni bizdə yoxdur o. Yəni ki, ixtisas seçimində qarşısına yazılmır da distant. Amma həmin məktəblərdə, başqa ölkələrdə var bu. Tamam. Aha, bəli, məsafədən təhsil idi. Daha sonra Müəllimə, Türkiyədə də var da distant. Məsələn, mənim oğlum oxuyur, deyir ki, ana distant